Birinci suala baxaq. Deyir ki, İngiltərənin koloniyalarda yeritdiyi siyasətə aid deyil. Ada deyir, 1765-ci ildə mühür qanunu qəbul edilsə də narazılıqlara görə ləğv olundu bu qanun. Bəli, 65-də mühür qanunu İngiltərə parlamenti qərar qəbul edir. Ancaq daha sonra ictimai narazılığa görə, yəni insanların narazılığına görə bu qanun ləğv olunur. Düzgün cavab da ona görə götürmür. Bizdən nə istəyir? Aid olmayan. Koloniyalara İngilis mallarından başqa ölkələrin mallarının idxal olmasına icazə verilmirdi. Xeyr, verilirdi. Aid deyil variantına B uyğun gəlir. Fransız və Holland malları da koloniyalara İngilis malları kimi idxal olunurdu. Yəni İngilis, Fransız, Holland malları koloniyalara gətirilirdi. Burada deyir, verilmirdi. Bu səhv cavabı da elə B variantıdır. Digər variantlara da baxaq. Kolonistlərin materikin içərilərinə doğru köçmək qadağan olunmuşdu. Bəli. Kolonistlər harada yaşamalıydılar? Atlantik okeanının sahilində yaşamalıydılar. Yəni materikin içərilərinə qərbə doğru getmək onlara qadağan olunmuşdu. Buna baxmayaraq onlar qərbə doğru hərəkət edirdilər. Bu da kimlərlə toqquşmalar səbəb oldu? Hindularla. Yəni Amerikanın yerli xalqları ilə. Nəticədə hindularla kolonistlərin toqquşması nəticəsində hindular soyqırıma məruz qaldılar. Yəni bu da düzdür. Hər bir koloniyada məclis var idi və burada da vergilər müəyyənləşdirilirdi. Bu da düzgün cavabdır. Götürmürük yəni. Koloniyalarda feodal qaydalarını möhkəmləndirmə siyasəti yeridilirdi. Bu da düzgün cavabdır. Nəyə? Nəyə görə bu düzgün cavabdır? Deməli, kolonistlərə İngiltərə parlamenti eyni mühür qanunu kimi bir sıra qadağalar qoymuşdu. Nə qadağaları idi? İngiltərə Şimali Amerikadakı koloniyalarına xam mal mənbəyi və satış bazarı kimi baxırdı. Necə ki, vaxtilə Çar Rusiyası Şimali Azərbaycana yeritdiyi siyasət. Eyni siyasət idi, yəni təxminən. Deməli, koloniyalara İngiltərə parlamenti qoymuşdu hansı qadağaları? Dəmir məmulatları istehsal etmək. Yəni, dəmir məmulatları istehsal etsə, xalq, kolonistlər silah istehsal edə bilər. Bu da daha sonra İngiltərəyə qarşı üsyana səbəb ola bilər, qiyama səbəb ola bilər. Bir buydu, bir də parça məlumatlarının, pambıq parça məlumatlarının emalı. Bir də buydu. Yəni, bunlardan başqa qadağalar da var idi. Yəni, burada sənaye müəssisələrinin, manufakturaların yaranmasının qarşısını almaq istəyirdilər. İngiltərə parlamenti. Düzgün cavab oldu B variantı. Keçək ikinci sualı. İstiqlaliyyət bəyannaməsinə aid deyil. Yadımıza salırıq, İstiqlaliyyət bəyannaməsi neçənci ildir? 1776 4 iyul. İstiqlaliyyət bəyannaməsinə əsasən ABŞ yaradıldı. 13 koloniya İngiltərədən ayrılaraq birləşdi. Nəyi yaratdı? ABŞ-ı yaratdı. ABŞ yarananda 13 koloniyanın birləşməsindən yaranmış 76-cı ildə. Hakimiyyətin mənbəyi xalq elan olundu, düzdür. Xalqın öz hökumətini yaratmaq hüququ elan olundu, bu da düzdür. Hindularla kolonistlərin hüquq bərabərliyi elan olundu. Belə bir maddə yox idi İstiqlaliyyət bəyannaməsində. Ona görə götürdük D variantını. Keçək üçüncü suala. Deyir ki, 7 illik müharibə və 1-ci İstiqlaliyyət müharibəsinin ortaq cəhətidir. 7 illik müharibə 1756-63-cü illəri əhatə eləyir. 1-ci İstiqlaliyyət müharibəsi isə 1775-83-cü illəri əhatə eləyir. Bunların ortaq cəhət. 7 illik müharibə İngiltərə ilə Fransa arasında baş veribdi. Fransa məğlub olubdu. 100 illik İstiqlaliyyət müharibəsi isə əvvəl koloniyalarla 75-ci ildə koloniyalarla İngiltərə arasında başlanmışdı. Daha sonra 76-da ABŞ yaranandan sonra ABŞ-la İngiltərə arasında davam edirdi. 83-cü ildə başa çatdı. ABŞ-ın müstəqilliyi İngiltərə tərəfindən tanındı. ABŞ 76-da yaranırsa, deməli 7 illik müharibədə ABŞ yoxdur. Bu cavabı götürmür. Bu ortaq cəhət deyil. Fransa hər iki müharibədə kolonistlərin tərəfində çıxış edirdi. Fransa 7 illik müharibə dövründə İngiltərəyə qarşı idi. Ancaq İstiqlaliyyət müharibəsi dövründə nəinki Fransa, həmçinin İspaniyada İngiltərəyə qarşı kolonistlərin ABŞ-ın tərəfində çıxış edirdi. Yəni, oxşar cəhət deyil. İstiqlaliyyətə aiddir, 7 illiyə aid deyil. George Washington azadlıq ordusunun komandanı idi. İstiqlaliyyətə aiddir, 7 illiyə aid deyil. Partizan müharibəsi İngilislərin qələbəsinin əsas səbəblərindəndir. 7 illiyə aiddir, istiqlaliyyətə aid deyil. Niyə? Çünki istiqlaliyyətdə İngilislər məğlub olmuşdur. Hər iki müharibənin nəticəsində Kanada İngiltərənin müstəmləkəsi olaraq qaldı. Həm
63-cü ildə, həm 83-cü ildə, həm də 1814-cü ildə imzalanan Gent müqaviləsinin şərtlərinə görə Kanada İngiltərə müstəmləkəsi olaraq qalır. 63-də İngiltərə Fransadan almışdı. Sonra 83-də bir də 1814-cü il müqavilələrində də Kanadanın İngiltərənin olması faktı təsdiq olunmuşdu. 3 oldu, Y variantı. Keçək 4-cü sualı. Deyir, xronoloji ardıcılığı müəyyən edin. ABŞ-ın Kanadaya olan iddialarının əl çəkməsi. Bu aiddir 1814-cü il Gent müqaviləsinə. ABŞ Kanadaya olan iddialarından əl çəkdi. Həmçinin də İngiltərə ABŞ-a olan iddialarından əl çəkdi. Yəni Gent müqaviləsində iddialar başa çatır, belə deyək. Monroe doktrinasının qəbul olunması 1823-cü ildə. ABŞ-da körəliyin ləğvi, azad olunma haqqında bəyannamə qəbul olunur 1862-ci ildə. Köləlik ləğv olundu 63-cü yanvarın 1-dən. Yəni 62-nin qanunu 63-cü yanvarın 1-də təsdiq olunur, tətbiq olunur. ABŞ konstitusiyasının ilk düzəlişin edilməsi. İlk düzəliş olunub 1791-ci ildə. İndi düzək. Birinci başlayarıq nədən? Dedin. Sonra 1814, yəni A. Sonra 23, yəni B. Daha sonra C, yəni 63. D, A, B, C, yəni A variantı. Keçək 5-ci sualı. Uyğunluğu müəyyən edin. Taft, Theodore Roosevelt və Woodrow Wilson siyasətləri, islahat proqramları öz əksini tapıbdı. Taftın ki, nə idi? Dollar diplomatiyası idi. Yəni, bunları əzbər bilməliyik. Burada elə məntiqi cəhdini tapılacaq heç nə yoxdur. Bunları əzbərləməliyik. Rooseveltdə nə idi? Theodore Rooseveltdə böyük dəyənəkdir. Bax, burada ehtiyatlı olur. Burada Franklin Roosevelt ola bilərdi. Onda böyük dəyənək götürməyəcəkdik. Woodrow Wilsonda da yeni demokratiya dövrü. Yeni hüdudlar və yaxud da yeni üfüqlər Kennedy'dir. Yeni iqtisadi siyasət isə nədir? Nixon. Nixonun dövrünə aiddir. Yəni, cavab oldu nə? 1-ə B, 2-yə Y, 3-ə də C variantı. Cavab oldu C variantı. Keçək 6-cı suala. Altda deyir ki, ABŞ konstitusiyasına edilən 3-cü düzəliş hansı prezidentin dövründədir? İndi biz yazaq düzəlişlər. Neçənci illərdə olunubdur? Neçə düzəliş olubdur? Birinci düzəliş olubdur 1791-ci ildə birinci düzəliş. İkinci düzəliş olubdur 1866-cı ildə. Üçüncü düzəliş olubdur 1913-cü ildə. Bizdən 3-ü soruşur deyə götürürük nəyə? Woodrow Wilsonun düzəlişini götürürük. Yəni A variantını. Baxaq 7-ci sualı. 7-də deyir ki, Azərbaycanda vahid kənd idarəsi yaradıldığı ildə Azərbaycanda. Burada səhv düşübdür, bu ABŞ olmalıdır. Yəni, Azərbaycanda vahid kənd idarəsi yaradıldığı ildə ABŞ-da hansı hadisə baş veribdir? Kənd idarəsi yaradıldı 1865-ci ildə. İndi baxaq. Homesteadlər haqqında qanun qəbul olundu. Neçənci ildə? 62-ci ildə. Yəni, vətəndaş müharibəsi dövründə. Köləliyin ləğvi haqqında qanun qəbul olunur 62-də, ikisi də eyni vaxtdadır. Köləlik ləğv olundu 63-də, dediyim kimi yanvarın 1-də. Respublikaçılar partiyanın yaradılması, bu da 19-cu əsr ayda olsa da yenə də götürmürük. 65-ci il deyil, 1828. Konstitusiyaya düzəlişin edilməsi, bayaq dedik ki, 1791, 1866 və 1913-cü illərdədir. 66 deyir deyə götürmürük. Lincolnun sui-qəsd nəticəsində öldürülməsi. Deməli, Lincoln ABŞ-ın vətəndaş müharibəsi dövründəki prezident olubdur. 65-ci ildə vətəndaş müharibəsi şimal ştatların qələbəsi ilə, yəni ABŞ-ın qələbəsi ilə başa çatır. Bundan sonra bu qələbəni götürməyən cənub ştatlarının tərəfdarları Lincolnun sui-qəsdlə öldürülür 65-ci ildə. Yəni, Y variantını götürürük. Deyir ki, nöqtələrə görə ABŞ-ın borcu beynəlxalq polis rolunu öz üzərinə almaqdır. Nöqtələrin yerinə kimin adı yazılmalıdır? Bu da yenə əzbər əsaslanan bir sualdır. Bu da Theodore Roosevelt-ə aiddir. Theodore Roosevelt. Eyni ildə baş vermiş hadisələri seçin. Burada diqqətli olmalıyıq. Bu testi tərtib eləyəndə biraz da çaşdırmaq məqsədilə tərtib eləmişdim. Krımın Rusiyaya ilhaqı. Birləşdirilməsi və yaxud da 1783 və yaxud da müasir dövrdə 2014-cü ildə Rusiya Federasiyası Krımı ilhaq eləmişdi özünə. Rusiya Federasiyası yazsa 2014-ü götürə bilərdiniz.
İngiltərənin ABŞ olan iddialarının əl çəkməsi. Bayaq dedim, iddia məsələsi haradaydı? 1814-də Gent müqaviləsində idi. Fransanın Kanadanı itirməsi. Fransa Kanadanı itirdi hansı müharibə nəticəsində? 7 illik müharibə nəticəsində, yəni 63-cü ildə. Versal müqaviləsi 1783-cü il. 83. Şərqi Gürcüstanın Rusiya tərəfindən daxili müstəqilliyinə son qoyulması. Bax, burada variantlar var. 1-4-5. 1 ilə 4-ü artıq bilmişik də. 83, 83. 1-4-5 var. Bir də 1-4 var. Şərqi Gürcüstan Rusiyaya ilhaq olundu. Şərqi Gürcüstan Rusiyanın himayəsinə alındı desə, onda götürərdik. Bəli, 1-4-5 götürərdik. 1783-dür. Ancaq Şərqi Gürcüstanın daxili müstəqilliyinə son qoyuldu. Yəni, Şərqi Gürcüstan birbaşa Rusiyaya birləşdirildi deyirsə, bu zaman götürürük 1801-ci ildə Aleksandrın, 1-ci Aleksandrın manifestini. Şərqi Gürcüstanın Rusiyaya birləşdirilməsi ilə həmçinin Gürcüstan tərkibində bir sıra Azərbaycan torpaqları da birləşmişdi. Məsələn, Qazax, Şəmşəddil, Borçalı, Loru, Pəmbək və sair sultanlıqlarımız. Bununla da, yəni bu manifestlə, 1801-ci il manifesti ilə Rusiya həmçinin də Şimali Azərbaycanın işğalına başladı. Yəni 5-i götürürükmü? Xeyr, götürmüş. 1-4. C variantıdır. Baxaq indi 10-cu suala. 10-cu sual deyir ki, aid olduqları müharibələrdəki həlledici döyüşləri müəyyən edin. Həlledici döyüş nə deməkdir? Yəni müharibə taleyini həll elədi. Müharibə artıq kimin qalib, kimin məğlub olduğu bilinir. Aslandüz döyüşü 1-ci Rus-Qacar müharibəsi dövründə həlledici döyüş idi. Bir də nədir? Yorktan döyüşü İstiqlaliyyət müharibəsində həlledici döyüş idi. Saratoga 1777, Qarababada 1809. Aslandüz 12, 1812, Yorktan da 1781. 1 və 2. C variantı. Baxaq 11-ə. Deyir ki, qadınlara seçki hüququnun verilməsi və onların bərabər hüquqlu vətəndaşlar hesab edilmələri haqqında Konstitusiyaya edilən düzəliş kimlərin narazılığına səbəb oldu? Bunu geniş şəkildə izah eləyək. Protestantların narazılığına səbəb olubdur. Belə deyim, bu dəqiqə Amerika ölkələrində, daha doğrusu Şimali Amerika ölkələrində, ABŞ-da, Kanadada, Meksikada, daha sonra Avstraliyada, bu ölkələrdə əsasən xristianlığın protestant məzhəbi daha geniş yayılıbdır. Yəni, bunu yadımızda saxlayırıq, bu bir. Bir də, 1-ci Dünya müharibəsi dövründə kim idi? ABŞ prezidenti Woodrow Wilson idi. Bu da Versal konferansında ABŞ-ın tam mənfəətlərini əldə edə bilmədi deyə, yəni ABŞ-a orada çox fürsət verilmişdi. Ancaq ABŞ-ın nüfuzunu həmin konferansda daha da yüksəyə qaldıra bilmədi deyə, həm Woodrow Wilson, həm də onun Demokratlar Partiyası nüfuzdan düşmüşdü əhalinin gözündə. ABŞ əhalisinin gözündə nüfuzdan düşmüşdü. Wilson da, yəni Demokratlar Partiyası da öz nüfuzlarını qaldırmaq üçün bəzi konstitusiyaya düzəlişlər edirlər. Biri buydu, qadınlara seçki hüququnun verilməsi, kişilərlə bərabər seçki hüququnun verilməsi. Bir də spirtli içkilərinin istehsalının və istehlakının qadağan olunması. Qadınlara seçki hüququnun verilməsi protestantların narazılığına səbəb oldu. Spirtli içkilərin istehsalının və istehlakının qadağan olunması isə qara bazarın yaranmasına, çirkli pulların işə düşməsinə səbəb oldu. Deməli, cavab oldu C variantı. Pravoslav. Pravoslav məzhəbi əsasən Slavyan xalqlarında, məsələn, Ukraynalılarda, Rusiyada, sonra Belarusda, yəni Slavyan xalqlarına aiddir bu pravoslav məzhəbi. Protestant dediyim kimi Şimali Amerika ölkələrində, Avstraliyada yayılıbdır. Katolik əsasən Avropa ölkələridir. Keçək 12-ci suala. Deyir ki, Kurecin dövründə qəbul olunan mühacirət qanununa aid deyil. Yaponiyadan mühacirət axını qadağan olundu. Bəli, Şərqi Asiyadan, yəni Yaponiyadan mühacirət axını qadağan olundu. Bu aiddir. Ölkəyə azad immiqrant axınının qarşısına alındı. Bu da aiddir, bəli. Yəni, azad şəkildə sən ölkəyə daxil ola bilməzdin. İmmiqrant nədir? Ölkəyə gələndir. Immiqrant ölkədən gedəndir. Yalnız ixtisaslı kadrların ölkə ərazisinə girişinə icazə verildi. Belə bir maddə yox idi. Ümumiyyətlə, həmin dövrdə elə bir ixtisaslı kadrın ölkəyə gəlməsinə icazə verilmək kimi bir
Mənbədə elə bir məlumat görmürük yəni. Yerli əhali arasında işsizlik səviyyəsi azaldı. Yaponiyadan gəlirdilər, nə bilim, Şərqi Asiya ölkələrindən gəlirdilər. Digər dağılmış, iqtisadiyyatlar çökmüş ölkələrin əhalisi gəlirdi ABŞ-a, işə görə gəlirdi. Burada da onlar gəlir işləyirdilər, ABŞ-ın öz əhalisi işsiz qalırdı. Yəni ABŞ-da işsizlik artırdı, işsizliyin səviyyəsi artırdı. Artıq immiqrant axınının qarşısının alınması ilə yerli əhali iş yerləri tapdı. D variantı düzdür, ona görə götürmürük. Ölkəyə immiqrant axınına bir sıra məhdudiyyətlər qoyuldu. Bu da yenə dediyimiz kimidir. Yalnız ixtisaslı kadrların ölkə ərazisinə girişinə icazə verildi deyə bir mühacirət qanununda maddə yoxdur. Baxaq 13-cü suala. Deyir ki, 20-ci əsrin ilk rübünə aid olan hadisələrin xronoloji ardıcıllığını müəyyən edin. 20-ci əsrin ilk rübü deyəndə hansı illəri götürürük? 1901, 1925-ci illər. Vaşinqton konfransı. Vaşinqton konfransı nə zaman keçirilibdir? 1921-22-ci illərdir. 21, 22. Silək bunları. Vaşinqton konfransı keçirilibdir 21, 22-ci illərdir. Yəni götürə bilərikmi? Bəli, götürə bilərik. Almaniyanın təzminat məsələsində dəstəklənməsi. Almaniyanın təzminat məsələsində kim dəstəkləyibdir? ABŞ dəstəkləyibdir və kimin dövründə? Hardingin dövründə dəstəklənibdir. Götürürükmü ilk rübünə? Götürmürük. Götürmədik. ABŞ-da iqtisadi böhranın başlanması. ABŞ-da iqtisadi böhran başlandı nə zaman? 1903-cü illər. 1903-cü illərdə iqtisadi böhran var ABC-da. Yəni 3-ü də götürürük. ABŞ-ın SSR-ni müstəqil dövlət kimi tanınması. ABŞ SSR-ni müstəqil dövlət kimi tanıdı 1933-cü ildə. Yəni götürürükmü? 25-ə qədər olan hadisə deyirik. Götürmürük. ABŞ-ın kapital ixrac etməyə başlaması. ABŞ hansı müharibə nəticəsində kapital idxal edən dövlətdən ixrac edən dövlətə çevrildi? Kapital ixrac etmək, yəni digər xarici dövlətlərin iqtisadiyyatlarına maliyyə vəsaiti qoymaqdır, investisiya qoymaqdır, maliyyə yardımlar etməkdir. Birinci Dünya müharibəsi nəticəsində ABŞ kapital idxal edən dövlətdən ixrac edən dövlətə çevrildi. Birinci Dünya müharibəsi dövrü də, yəni bu ilk rübə aiddir, ona görə 5-i də götürə bilərik. Wilsonun prezident seçilməsi. Wilsonun prezident seçilməsi bəli, aiddir. 1913-cü ildə prezident seçilibdir. Yəni səlahiyyətləri 13-cü ildə başlayıbdır. İndi baxaq. Götürdük 2-yi, 4-ü çıxartdıq variantlardan. 2-yi çıxartdıq, A getdi. 2-yi çıxartdıq, B getdi. 2-yi çıxartdıq, D getdi. 2-yi, 4-ü yenə çıxartdıq, Y getdi. Nə qalır? C variantı. İndi düzək. Görək düzmü yazmışıq. Wilson 1913. İxrac etməyə başlanması 18-də. Müharibə qutardı ondan sonra. İqtisadi böhran başlandı. Hoover'in dövründə. Götürdük. Vaşinqton konfransı 21-22. İqtisadi böhran başlandı Wilsonun dövründə. Üzr istəyirəm. İlk rübə deyir 25-ə qədər. Wilson dövründə. Vaşinqton konfransı 21-22. Artıq Wilson getmişdi 21-də. Deməli 6-5-3-1 düzdür bəli. C variantıdır. Düzgün cavab C variantı. 14-də baxaq deyir. Xəritəyə əsasən Hardingin dövründə ABŞ-ın sülh müqaviləsi imzaladığı ölkəni müəyyən edin. Biz bilməyik ki, Harding hansı dövlətlə sülh müqaviləsi imzalamışdı? Almaniya ilə imzalamışdı. Almaniya hardadır? 3-dədir. Almaniya 3-dədir. 1 Fransadır, 2 İspaniyadır, 4 Rusiya və yaxud da SSR həmin dövrdə, 5 də Türkiyə. 3 nədir? Almaniyadır. Y variantı. Baxaq 15-ci suala. Deyir, sual işarəsinin yerinə kimin adı yazılmalıdır? Baxaq sual işarəsində nə yazılıbdır? Lend-Liz qanunu qəbul etdi. Siyasəti yeni xətt siyasəti idi. Yəni islahat proqramı yeni xətt siyasəti adlanırdı. Mehriban qonşuluq siyasətində irəli sürmüşdü. Bu kimdir? Bu təbii ki Franklin Roosevelt'dir. Franklin Roosevelt'dir. Lend-Liz 1941 müharibə dövründə SSR-yə və Böyük Britaniyaya edilən yardımları idi. Mehriban qonşuluq Latın Amerikası ölkələrinə yardımların edilməsi, Latın Amerikasında ABŞ-ın mövqeyinin möhkəmləndirilməsi, yəni böyük dəyənəyin davamı idi mehriban qonşuluq. Həmçində yeni xətt siyasəti onun sosial-iqtisadi islahat proqramı idi.
Rooseveltin dövrü oldu. Gedək 16. Səbəb nəticə əlaqələrinin uyğunluğunu müəyyən edin. Yəni düzgün cavab istəyir bizdən. Kənd təsərrüfatı məhsullarının artıqlığına son qoymaq səbəb, nəticədə əkin sahələri və mal-qaranın sayı azaldıldı. Bəli. Düzdür. ABŞ-ın mövqeyini uzaq şərqdə möhkəmləndirmək ABŞ SSR-ni dövlət kimi nə elədi? Tanıdı. Müstəqil dövlət kimi tanıdı. Düzdür. Əhalinin sosial vəziyyətini yaxşılaşdırmaq məqsədi ilə Wagner qanunu qəbul olundu. Wagner qanunu əmək münasibətlərini tənzimləmək məqsədi ilə, Həmkarlar İttifaqının prosesini, fəaliyyətini tənzimləmək məqsədi ilə yaradılmışdı, verilmiş qanunuydu. C variantı ilə səhv olan. Maliyyə vəziyyətini nizamlamaq, banklar üzərində dövlət nəzarəti gücləndirildi, düzdür. Spirtli içkilərin istehsalı və istehlakı qadağan olundu, qara bazar genişləndi, bu da düzdür. Pozulduğu bənd C variantıdır. 17. 21-ci əsrin əvvəllərində ABŞ tərəfindən hərbi müdaxilə edilən dövlətləri müəyyən edin. ABŞ hansı dövlətləri hərbi müdaxilə edib deyən. 21-ci əsrin əvvəlləri götürür neçənci illəri? 2001, bir də 2003. Hansı dövlətlərdir? İraqdır, bir də ki dövlətdir, bir də aradır Əfqanistandır. İraqdakı Səddam Hüseyn rejimi dağıldı. Əfqanistanda da Taliban rejimi ilə müharibə başlandı. Daha sonra Barack Obama'nın dövründə də Talibanla müharibə davam edirdi. 1-dir, bir də 4-dür. Düzgün cavabı da olur hansı variant? C variantı. ABŞ prezidentlərinin uyğunluğunu müəyyən edin. Truman, Kennedy, Johnson. Deməli, ilk dəfə konqresdə qaradərlilərə seçki hüququnu vermişdi Truman. Bunu belə yadımıza saxlayıb, Truman bunlardan daha qabaq gəlibdi. Biri oldu nə? B. Qaradərlilərin təqib olunmasının qarşısını almışdı. Qaradərlilərin, yəni Afro-Amerikalıların universitetlərə buraxılmadığı ştatlara qoşun yeritmişdi. Kim? Kennedy. Qaradərlilərin ağlarla hüquq bərabərliyini nəhayət təmin etmişdi. Kim? Lyndon Johnson. B, C, A, yəni C variantı. Baxaq 19-a. Göstərilənlər hansı prezidentin xarici siyasətinin əsasını təşkil edir? Hansı prezidentin xarici siyasətin əsasını təşkil edir? Əfqanistanın yeni qoşun hissələri göndərildi. İraqdakı ABŞ hərbi hissələrinin sayı azaldıldı. Burada söhbət gedir Obamadan. B variantı. Aşağıdakı hadisələrin baş verdiyi dövrdə ölkəyə rəhbərlik edən prezidentlərin daxili islahat proqramları müvafiq olaraq necə adlandırılırdı? İndi bu prezidentlər kimlərdir? Onları müəyyənləşdirək. Soyuq müharibənin başlanğıcı qoyuldu. Nə zaman? 46-cı ildə Churchillin Fultondakı çıxışı zamanı. Bu zaman 46-cı ildə ABŞ-da prezident kimdir? Truman. Vyetnam müharibəsi dayandırıldı. Vyetnam müharibəsi başlandı Lyndon Johnson'un dövründə. Dayandırıldı kimin dövründə? Nixon'un dövründə. Sonra ABŞ SSR və İngiltərə arasında nüvə sınaqlarının qadağan olunması haqqında razılaşma da 1963-cü ildədir Moskvada imzalanmışdı. Bu da kimin dövrüdür? Kennedy'nin dövrüdür. Yəni biz Truman, Nixon, bir də Kennedy'nin daxili islahat. Daxili islahat. Yəni daxili islahat deyirsə, birinci buradan xaricilər çıxmalıyıq. Xaricilər çıxmalıyıq deyirsə, atom diplomatiyasını gördüyüm kimi çıxıram. Atom diplomatiyası düzdür, Truman'ın siyasəti idi, ancaq xarici siyasəti idi. Truman doktrinası xarici idi. Yunanistana və Türkiyəyə yardımların edilməsi idi. Mehriban qonşuluqda xarici idi. Dollar diplomatiyası da Taftın xarici siyasəti idi. Baxaq, müvafiq olaraq deyir. Birinci Truman'dan başlayırıq. Yeni xətt kimə aiddir? Roosevelt'a aiddir. A getdi. Ədalətli xətt kimə aiddir? Truman'a aiddir. Biri B. B-yə baxaq hələ ki. Nixon'a aid. Yeni iqtisadi siyasət kimə aiddir? Nixon'a aiddir.
Yeni hüdudlar, yeni üfüqlər kimə aiddir? Kennedy'yə aiddir. Yəni elə B variantıdır. Reaganomika, Reagan adı üstündə, Reaganın planıdır. Yəni Reaganın da 3 fikrin 3-ündə də bəhs olunmamışdı. Ona görə D-də çıxdıq. Düzgün cavab oldu B variantı.